İrad xanım, biz bilirik ki, auditoriya qarşısında çıxış eləmək çox belə həyəcan gətirir. Nə qədər də olmasa, neçə ildə çıxış eləyən olursa olsun, həmişə həyəcan gətirir, boğur adamı. İstər-istəməz əlin ayağın dolaşır. Bəzən ümumiyyətlə oradan qaçmaq istəyirsən ki, qaçım bildiklərini belə unudursan. İzləyicilərimizə hansı texnikanı verə bilərsiniz ki, auditoriya qarşısında çıxış eləyəndə ən azından bu 3 texnikanı eləsələr, onlar bildiklərini danışa biləcəklər. Mən bununla bağlı bir çox texnikalara qulaq asmışam, başqaları deyəndə ki, görüm onlar nə təklif eləyirlər. Məsələn, biri deyir ki, elə bilin ki, qarşınızdakı adamlar dovşandır, nə bilim, belə şirin təsəvvür eləyin onları. Mən bu bığlı saqqallı kişiləri nətər dovşana oxşatdım. Oxşata bilmirəm, yəni bunu mən qəbul eləmirəm. Ümumiyyətlə, baxın, toyda rəqsi yadımıza salaq. Biz utanırıq birinci durub rəqs eləməyə. Zorla kimsə çağırır, bizi durğuzur. Bir müddət sonra ikinci, üçüncü rəqsdə biz özümüz kimlərsə durğuzuruq oynamağa. Düzdür? Buna deyirlər ilk 5 dəqiqə sindromu. Həyəcan ilk 5 dəqiqə var sadəcə. O ilk 5 dəqiqəni keçdiniz, həyəcan zad yoxdur. Bir də görürsünüz ki, bunlarla qucaqlaşıb öpüşürsünüz. Yəni o qədər kontaktlara, zarafata qədər gedir, məsələ çıxır. Problem ilk 5 dəqiqədədir sadəcə. Onun üçün yaxşı hazırlaşmaq lazımdır və bombanı orada partlatmaq lazımdır. 5 dəqiqədə. Və ümumiyyətlə belə insanlar daha çox egoist olur o baxımdan yox ha. Yəni fikir özündədir. Görə necə görünürəm, necə danışıram, səsim necədir? Saçım necə düşür? Ay sağ ol. Fokus harda olmalıdır? Mən həyəcanlanmamalıyam, mən həyəcanlandırmalıyam. Fokus publikanı idarə etməkdə olmalıdır. Fokus özümdə olmamalıdır. Publika necə idarə olunur? Qəşəng. Sən publikaya baxan kimi görürsən ki, məsələn mən içəri girdim, dərhal bilirəm ki, bu publikada kim məni sevir, kim məni sevmir. Baxan kimi bilirəm. Bu sizə nə verir? Necə danışmaq lazımdır? Çətin suala necə cavab verəcəm? Bunları necə ələ alacağam? Necə burada simpatiya qazanacağam? Yəni sevilməyən publikanı ələ almağın. Bəli, siz sevgi qazandığınız, istənilən insanın ürəyində taxt qurursunuz. Və o sizi həmişə başqaları ilə daha doğrusu müqayisə edəndə siz öndə olursunuz. Yaxşı, necə sevdirək özümüzü? Bəs liderlər özləri necə sevdirirlər? Onlardan ötəri ölümə gedirlər. Türkiyə azad eləyən yox idi. Atatürkdən ötəri döyüşürdü millət. Yəni lider üçün döyüşürlər. Yoxdur belə bir şey ki, vətən azad edirəm. Mən kiminsə əskəriyəm var. İrada xanım, lider olmaq onda sözdədir, səsdədir? Yox, lider olmaq hər şeydədir. Lenin R hərfini deyə bilmirdi. Dünyanın ən böyük liderlərindən olub. Tavaqişi Qaboyçi deyirdi, R-ya Q deyirdi. Yəni bu diksiyada falan deyil, bu bir enerjidədir. Bir də publikanı həyəcanlandıracaqsan, ona lazım olan şey deyəcəksən. Onu ayağa qaldıracaqsan. Əgər sən publikaya işləyirsənsə, eləyəcəksən. Yox, əgər fikirləşirsən, görə necə görürəm. Sənin nə saçın önəmli deyil. Lerinin nə yazığı, nə saçı yox idi, nə boyu yox idi. Yəni bütün Allahın verəcəyi hər şeydən məhrum idi. Ya da bir də anormal bir kəlləsi var. Amma adam lider idi. Hitler ümumiyyətlə qurbağa oxşuyur. Hitlerdən ötəri insanlar. İndi məsələn çox pis deyirlər Hitleri də ki, çox pis işləri var həqiqətən də. Lənətli işlər çox görüb, amma adam Alman xalqı sevirdi onu. Alman xalqı onu taxta saxladı axıra qədər. Bu əslində bir naxışdır deyərəm. Yox. Allahdan gələn xətdir. Erdoğana baxın. Hə. Gəlin Erdoğana baxaq. Danışığına baxın. Hey Amerika! Bir dənə eləyir. Millət hazırdır. Yəni diri liderdir də. Baxaq, görək, analiz eləsəz. Düşünürəm ki, hər biri əslində bizdə olandan bizi oyadıblar. Natiqin 3 xüsusiyyəti var. Çox gözəl psixoloqdur. Çox gözəl diplomatdır. Çox gözəl aktyordur.